Griffinin etirafları. Görünməz adam yaşadığı uğursuzluqları xatırlayaraq sözünə davam etdi. Evim yanıb kül oldu. Onda nə sığınacaq bir yerim, nə də paltarım vardı. Mən heç bir şey yemirdim. Çünki qarnımı şəffaf olmayan maddələrlə doldurmaq, eybəcər bir halda gözə görünmək deməkdir. Qar yağan zaman küçəyə çıxa bilmirdim. Çünki qar dənəcikləri bədənimə yapışıb, məni ələ verirdi. Yağış da mənim varlığımı bildirirdi. Çünki məni su konturu ilə çəkərək, insan bədənini xatırladan böyük bir qovğa çevirirdi. Mən mütləq özümə paltar tapmalıydım. Paltara bürünüb, görünməzliyimi gizlətməliydim. Mən teatr kostyumları satılan mağaza tapdım. Qapı açıqdı. İçəri girən kimi qapıdan asılmış zəngin səsinə satıcı gəldi. Amma kimsənin olmadığını görüb, acıqlı halda ayağı ilə qapını örtdü. Vaxt itirmədən paltar axtarmağa başladım. Amma dükan sahibi duyuq düşmüşdü. Bu dəfə gələndə əlində tapanca gördüm. O, diqqətlə otağa nəzər saldı. Qapını örtüb, arxadan açarla bağladı. Mən bir müddət bağlı otaqda qaldım. Otaqdan çıxmağın yolunu axtarırdım. Yenidən dükan sahibi otağa daxil olanda, fürsətdən istifadə edib, arxadan onun başına bir zərbə indirdim. "Başına vurdunuz?" deyə Kemp səsləndi. "Bağışlayın, axı bu insanlıqdan uzaq hərəkətdir." İnsanlıq, mərhəmət, bütün bunlar adi adamlar üçündür. Başa düşün, Kemp, mən necə olursa olsun, buradan geyimdə çıxmalıydım. Həm də bu adam məni görməməliydi. Bunu etmək üçün mən başqa üsul tapa bilmədim. Siz mənə elə baxırsınız ki, güya mən cinayət etmişəm, əziz Kemp. Axı onun tapancası vardı. O məni görsəydi. Hər halda, Kemp dedi. Axı bu adam öz dükanındaydı. Siz onu qarət etmişsiniz. Qarət? Allah eləməsin. Hələ bəlkə məni oğru adlandırırsınız. Kemp, siz axı o qədər axmaq deyilsiniz. Məgər siz mənim vəziyyətimi başa düşmürsünüz? Kemp mızıldandı. Başa düşürəm. Amma bəs o qocanın vəziyyəti? Görünməz adam yerindən sıçrayıb soruşdu. Nə demək istəyirsiniz? Kempin üzündə ciddi bir ifadə göründü. Nəsə demək istədi, lakin özünü saxladı. Bir yana baxanda başa düşürəm ki, başqa çarəniz yoxdur. Ancaq yenə də... Nəhayət, mən geyim və pul götürüb, otaqları bir-bir diqqətlə gözdən keçirməyə başladım. Görünür, qoca bu evdə tək yaşayırmış. Əvvəlcə mənə lazım ola biləcək şeylərin hamısını kostyumlar olan otağa yığdım. Nəhayət, seçdiyim paltarları geydim. İnsan sifətindən o qədər də fərqlənməyən bir maska, tünd gözlük və parik seçdim. Ağ yun şərflə büründüm. Kassadakı pulları götürüb küçəyə çıxdım. Görünüşüm heç kəsin diqqətini cəlb etmirdi. Beləliklə, mən əsas maneəmi dəf etdim.